kişilərə çox pul verəndə daha çox uşaq olur, qadınlara çox pul verəndə daha az uşaq olur. Araşdırmalarda rast gəldiyim məsələlərdən biri də bu idi ki, müasir zamanda insanlar evlad sahibi olmağı daha çox abunəlik kimi baxırlar. Evladın tibbi xərcləri və o böyüdüyü vaxt ərzində təhsil xərci olsun və s. uzun müddətli bir yük kimi olur. Bunun qorxusu var. Bu təsir edir valideynliyə. Bu qorxu özünə doğruldan bir şeydir, yoxsa yox? Hər bir cəmiyyət deyir ki, ada necə çətindir. Bu normaldır. İnsanlar təəssüflənir olsun ki, naşükürdürlər öz-özlüyündə daxillər. Onlar anlamırlar ki, bu günləri ən kasıb insan belə onun tualeti və suyu var. 16-cı əsrdə kralların belə tualeti və suyu yox idi. Bu tərəqqinin gətirdiyi üstünlüklər və bu estafetin gətirdiyi üstünlüklər ki, mən uşaqlarıma daha yaxşı dünya verim. Məna perspektivini. Ona görə kim ki deyir ki, babaanəlikdir, iqtisadi məsələdir, bunlar hamısı boş şeydir. Uşaqların vacib düşən funksiyası var. Gəlin kişidən başlayaq. İndi solçular məni yenə də hüquq mühafizə orqanlarına şikayət ediblər. Kollektiv şikayət daxil olubdu. Mən bir video paylaşmışdım. Danimarkalı alimlərin bir araşdırması var. Harda ki onlar sübut edirlər ki, kişilərə çox pul verəndə daha çox uşaq olur, qadınlara çox pul verəndə daha az uşaq olur. Qadınlar daha çox qazandıqca daha az uşağa meyillidirlər. Kişilər daha çox qazandıqca uşaq düzəltməyə daha çox meyillidirlər. Yəni bu faktiki bir araşdırmadır. Bəli, Jakobsen, Jorgensen və 2022-ci il araşdırmasıdır və Danimarkada. Və longitudinal study 2004-cü 2018-ci illər arasında bir xeyli böyük bir müddəti götürüblər. Bunu bəyənməyiblər. Bizim solçular deyirlər ki, mən seksizmi, mən nə bilim qeyri-bərabərliyi təşviq edirəm. Bu özdə Azərbaycan bayrağı fonunda bu hörmətsizlikdir dövlət rəmzlərinə qarşı. Belə bir cəmiyyətdə yaşayırıq da, təəssüflər olsun. Mən insan biologiyasına bağlı hər bir şeyin daha dayanıqlı olduğunu düşünürəm. Kişi və qadını götürün. Əgər kişi yaxşı bonus alıbsa, deyək ki 10 min. O pulla nə edəcəkdi sizcə? Əgər ailə başçısıdırsa, İlk növbədə ailəsinə xərcləyəcəkdi. Həyat yoldaşını bir də narıncı iPhone alacaqdı, uşağına bir dənə hədiyyə eləyəcəkdi. İndi deyək ki, qadın 10 min manat bonus aldı. Onun bir təsəvvürüm yoxdur nə O gedəcək üzünə çanta alacaq. Təbiət, biologiya, təkamül prosesi kişiləri cömərd böyüdür. Bu kişilərin yaxşı pis olması ya da qadının yaxşı pis olması demək deyil. Sadəcə bütün 200 min ərzində əgər kişi səxavətli cömərd olmasaydı, resurslarını paylaşmasaydı, onun nə arvadı olar, nə uşağı olardı. Və bu bizim beynimizdə və biz çoxlu şəhavətli cömərd kişilərin nəticələri ilə genlərini daşıyırıq. Əgər onlar çoxlu cömərd olublarsa, onların daha çox uşağı olubdu, daha çox arvadı olubdu və bizə gəlib çatıbdı onların genləri. Ona görə kişilər pul çox olanda o pulu ailəsinə xərcləyir. Kimsə yenə də xatırlayacaq, ha mənim yoldaşım xəsisdir falan. Xəsis insanlar hər yerdə var. Mən orta statistikadan danışıram.